Azerbaycan, Azerbaycan, ey kahramanım aldın şanlı vətəni. Senden ötürü can vermeye cümle hazırız. Senden ötürü kan tökmeye cümle validiz. Üç bayrağınla mesut yaşa. Üç bayrağınla mesut yaşa. Binlerle can kurban oldu, sinem hərbe meydan oldu. Hüququndan keçən əsgər hərə bir qəhrəman oldu. Sən olasan Gülüstan, sənə hər can qurban. Sənin bir məhəbbət, sinəmdə tutmuş məkan. Namusunu hiss etməyə, bayrağını yüksəltməyə. Namusunu hiss etməyə, cümlələr müştaqdır. Şanlı vətən, şanlı vətən. Azərbaycan, 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 Azərbaycan. Hörmətli müəllimlər, bugün məktəbimizin kitabxanasında çox aktual bir mövzudan söhbət açacağıq. Belə ki, bugün hüquq və azadlıqların qorunması, vətəndaş məsuliyyəti və dövlətə sədaqət, suverenlik və onun qorunmasında gənclərin rolu mövzusunda demək dəyərli masamız var. Və bugün bu mövzunu biz kitabxanada, məktəbin kitabxanasında müzakirə eləməyə çalışacağıq. Bildiyiniz kimi məktəbimizin kitabxanası təkcə informasiya mənbəyidir, təkcə sizi o dərsliklərlə, bədii ədəbiyyatlarla təmin etməklə öz funksiyasını bitmiş hesab eləmir. Eyni zamanda kitabxana bir maarif ocağıdır, kitabxana bir təhsil verən, bir tərbiyə verən bir ocaqdır. Yəni özünüz də bilmirəm, şahid olursunuzmu, izləyirsinizmi, ya sizlə də dəfələrlə keçirilmişik, yəni müxtəlif mövzulara həsr olunan maarifləndirici tədbirlər kitabxanamızda təşkil olunur. İndi hər halda bu da bir dəryadan bir damlaq kimi qiymətləndirə bilərik. Hər halda təsirsiz ötüşmür bizim də fəaliyyətimiz. Biz də bu kitabxana, məktəbin kitabxanası məktəbin struktur bir bölməsidir, ayrılmaz tərkib hissəsidir, yəni dövlət müəssisəsidir. Və bizim də vəzifələrimiz dediyimiz kimi həm sizi kitablarla, informasiyalarla təmin eləməkdir, həm sizi müxtəlif mövzularda maarifləndirməkdir. Bugün də o növbəti maarifləndirici tədbirlərdən biridir. Yəqin ki, başa düşdüyünüz mövzu nədəndir? Məktəb kitabxanalarında hüquq və azadlıqların qorunması, vətəndaş məsuliyyəti, dövlətə sədaqət, suverenlik və onu qorumaqda gənclərin rolu. Elə biz bu dəqiqə ayaq üstə əlimiz ürəyimizin üstündə qoyaraq dinlədiyimiz Azərbaycan Respublikasının dövlət himnində məncə bax bu məsələlərin əksəriyyəti öz əksini tapmışdı. Əksəriyyəti öz əksini tapdı. Deməli, uşaqlar, bildiyiniz kimi son dövrlərdə, son illərdə müstəqil Azərbaycan Respublikasında hər il bir tarixi hadisəyə uyğun olaraq illər adlandırılır. Məsələn, Heydər Əliyev ili oldu, keçən il məsələn Yaşıl Dünya namlı həmrəylik ili elan olundu və s. Bu ildə, yəni 2025-ci ildə çox möhtəşəm bir tarixi hadisə ilə əlaqədar olaraq hansı il adlandırılıb uşaqlar? Nə ildir bu il? 2025 il. Konstitusiya və suverenlik ili adlandırılmışdır. Uşaqlar, hər birinizin də gözəl bildiyiniz kimi bu il nə il oldu? Konstitusiya və suverenlik. Yəni, bunun elan olunması da təsadüfi bir hadisə deyil. Hər bir hadisənin bir səbəbi olur.
Gəlin araşdıraq görək. Səbəb nə idi ki, bu ili konstitusiya və suverenliyi ilə adlandırdı? Uşaqlar, bildiyiniz kimi, gəlin birinci sizdən soruşaq görün. Müstəqil Azərbaycan Respublikasının konstitusiyası nə vaxt qəbul olunub uşaqlar? 12 noyabr neçənci ildə? 1995-ci ildə. Demək, Müstəqil Azərbaycan Respublikasının konstitusiyası sizin də bildiyiniz kimi 1995-ci il noyabrın 12-sində Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin ikinci dövründə qəbul olunmuşdur. Belə qiymətləndirmək olar ki, bizim bu konstitusiyamız, bu humanist konstitusiyamız Ulu Öndərin şah əsəridir. O qədər gözəl bir konstitusiyadır. İnsanların hüquqlarını, vəzifələrini o qədər gözəl şəkildə əhatə edib, dövlət orqanlarının səlahiyyətlərini, vəzifələrini və s. Ona görə də bunu Ulu Öndərin ən böyük şah əsəri hesab eləmək olar. Deməli, bu il konstitusiyamızın qəbul olunmasının 30 illiyi tamam olur. Bu hadisə də əsas verdi ki, konstitusiya ili kimi bu ili Cənab Prezident elan etdi. Bildiyiniz kimi 2024-cü il dekabrın 28-də. Bəs görək bu suverenlik məsələsi nədir? Axı konstitusiyada suverenlik ilidir. Suverenlik deyəndə nə başa düşürsünüz uşaqlar? Nədir suverenlik? Bütün torpaqlarımızın bərpa olunması. Torpaqlarımızın bərpa olunması və eyni zamanda dövlətimizin qanunlarının həmin torpaqlarda işləməsi deməkdir. Demək, bildiyiniz kimi uşaqlar 28 ildən çox bir dövr ərzində və nam qonşularımız tərəfindən Azərbaycan torpaqlarının 20%-dən çoxu demək işğal olunmuşdu. Azərbaycan Respublikasının və konstitusiyadan irəli gələn gözəl qanunlar həmin torpaqlarda işləmirdi, tətbiq edə bilmirdik və orada qondarma quruluş yaradılmışdı. Və nəhayət 28 ildən sonra 1920-ci ildə hamınız da ona şahid oldunuz, hamınız bilirsiniz ki, torpaqlarımız işğaldan azad olundu. 20% düşmən tapdağı altında olan torpaqlarımız işğaldan azad oldu və öz suverenliyinə qovuşdu. Yəni, artıq Azərbaycan Respublikasının Respublikası öz dövlət ərazisinin müstəqilliyini təmin etdi. Yalnız ərazilərimizdə demək, töküntülər, terrorçular qalmışdılar ki, o da 1923-cü ildə sentyabrın 19-dan 20-sinə keçən gecə antiterror əməliyyatı zamanı həmin terrorçu qruplaşmalar tamamilə ləğv olundu, məhv olundu və torpaqlarımız tam suverenliyinə qovuşdu. Artıq şükürlər olsun ki, demək, 5 ili də onun tamam oldu ki, torpaqlarımız Azərbaycan Respublikası öz suverenliyini bərpa etdi. Və ona görə də onun da 5 illiyi tamam oldu. Demək, konstitusiyamızın qəbul olunmasının 30 illiyi və torpaqlarımızın suverenliyinin təmin olunmasının da 5 illiyi demək, tamam olduğuna görə 2025-ci ili Cənab Prezident 2024-cü il dekabrın 28-də verdiyi sərəncamla konstitusiya və suverenlik ili elan etdi. Demək, bütün məktəblərdə olduğu kimi bizim məktəbimizdə də demək, bu tarixi hadisə vaxtaşırı olaraq qeyd olundu, müxtəlif tədbirlərdə qeyd olundu. Yəqin siz də şahid olmuşsunuz bu cürə tədbirlərə. Bugün də dediyimiz kimi növbətidir, növbət tədbirimizdir, dəyərli masadır. Siz də fəal olun uşaqlar. Sizcə, bax, konstitusiya nədir uşaqlar? Konstitusiya deyəndə nə başa düşürsünüz siz? Konstitusiya uşaqlar bir qanun kitabıdır, dövlətin qanun kitabıdır. Hansı ki, o qanun kitabında dövlətimizin siyasi, hüquqi, ictimai fəaliyyətinin əsasları öz əksini tapır. Vətəndaşların hüquqları, azadlıqları, eyni zamanda dövlət orqanlarının səlahiyyətləri, vəzifələri həmin qanun kitabında öz əksini tapır. Yəni, bizim fəaliyyətimizi, sizin fəaliyyətinizi, dövlətin fəaliyyətini tənzimləyən bir qanun kitabıdır. Gəlin, belə yadımızda saxlayaq. Düzdür, yəni hamımız o qanunlar çərçivəsində cəmiyyət daxilində hərəkət edirik, ölkəmiz ərazisində hərəkət edirik. O qanunları Allah eləməmiş pozanlara nə deyirlər? Cinayətkar deyirlər, cani deyirlər. Yəni, hər birimizin
konstitusiyamızın hüquq qanunlarına, orada göstərilən hüquqlara riayət, vəzifələrə riayət eləmək hər bir Azərbaycan vətəndaşının borcudur. Düzdür? Konstitusiyamızın quruluşu haqqında kimin məlumatı var? Bax, neçə maddədən ibarətdir, neçə fəsildən, neçə bölmədən uşaqlar. 158 maddədən, 12 fəsildən, 5 bölmədən ibarətdir. Demək, konstitusiyamız 158 maddədən, 12 fəsildən, 5 bölmədən ibarət. 158 maddəni uşaqlar, məncə hər birimiz oxuya bilərik. Bilərik uşaqlar, qarşımıza məqsəd qoysa, hər birimiz bu konstitusiyanın maddələrini oxuya bilərik və oxumalıyıq. Çünki uşaqlar, orada dediyimiz kimi, ən birinci bizim hüquqlarımız öz əksini tapıbdır. İnsanların hüquqları öz əksini. Yəni, anadan olan gündən bizim müəyyən hüquqlarımız olur. Bizim bütün hüquqlarımız dövlətimizin əsas qanunu olan konstitusiyada öz əksini tapmışdır. Sizcə, bax, bizim hansı hüquqlarımız var, sizin hansı hüquqlarınız var, bizim hansı hüquqlarımız var uşaqlar? Bax, siz... Təhsil almaq hüququ, şagird olunuzlarda kitabxanada istifadə hüququ, dövlətin maddi sərvətlərindən istifadə hüququ, yaşamaq hüququ, söz haqqı, vicdan haqqı hüququ. Ay, sağ ol, bax. Düz deyirsən, o hüquqlarımızın, demək, hüquqlarımızın bir hissəsidir. Yəni, insan bu dünyaya gələn kimi onun yaşamaq hüququ olur. Öz dövlətində, ölkəsində, başqasında, başqa ölkədə də ola bilər. Yəni, yaşamaq hüququ olur dünyaya gələn kimi. Sonra sizin hansı hüquqlarınız var? Yoldaşınızın da dediyi kimi pulsuz təhsil almaq hüququnuz. Bax, bu hüquq elə belə hüquq deyil. Pulsuz təhsil almaq hüququ demək, sizin düzdür, hüququnuzdur, sizin valideynləriniz üçün, bizim cəmiyyətimiz üçün nə qədər faydalı bir hüquqdur. Məsələn, görürsünüz, adi uşaqlar kurslara gedirsiniz, repetitor yanına gedirsiniz, görürsünüz, ayda məsələn 4 dəfə getməklə nə qədər ödəniş eləməli olur valideynləriniz. Amma görün, ayın 20-dən çox gününü bu məktəbə gəlirsiniz və məktəb sizə ali savadlı müəllimlər verir sizi tədris etmək üçün, sizi tərbiyə etmək üçün, tədbirlərə hazırlamaq üçün. Sizdən qat-qat, məsələn, yaşca böyük olan, dünya görüşü çox olan, savadı çox olan, səviyyəsi indi siz də, Allah qoysa, gənclərsiniz, gələcəksiniz, səviyyəsi sizdən yüksək olan müəllimlər saatlarla sizin qarşınızda durur, sizə təhsil verir, tərbiyə verir. Yəni, bunların hamısını nə edir? Dövlət sizin üçün pulsuz edir. Dövlət o xərcləri özü ödəyir. Düzdür, sizin təhsil almaq hüququnuz. Yəni, bir şagirdin 1-ci sinifdən 11-ci sinifə qədər oxuması dövlətin müəyyən məbləğə başa gəlir, heç də az olmayan məbləğə. Sonra sizin məsəl üçün kitabxanadan istifadə etmək hüququnuz var. Hər hansı görürsünüz, kitab mağazasına gedirsiniz, kitabları pulla alırsınız, düzdür. Amma kitabxanalarda siz pulsuz istifadə edə bilirsiniz, götürürsünüz, qaytarırsınız. Dərsliklərlə təmin olunursunuz. Ta 1-ci sinifdən 11-ci sinifə kimi, bu da dövlətimizin ümumi siyasətinin təhqirsiz. Elə olubdur ki, hansı biriniz isə kitabsız qalasınız, kitab verilməyək sizə məktəb tərəfindən. Görürsünüz, bütün kitablarla təmin olunursunuz. Sonra sizin söz azadlığı hüququnuz var. Yəni, qanunlar çərçivəsində, məsələn, siz məktəbdə, dərsdə öz fikrinizi izah edə bilərsiniz. Yəni, heç bir müəllim, tutaq ki, heç bir tərbiyəçi sizə deyə bilməz ki, bu fikri səsləndirmə. Yəni, siz öz fikirlərinizi tam deyə bilirsiniz. Sonra təbii sərvətlərinizdən istifadə etmək hüququnuz var, istirahət etmək hüququnuz var. Tutaq ki, sizə dövlət tətil verir, həmin tətil vaxtı sizin istirahət hüququnuzdur. Heç kəs sizə məcburən, məsələn, deyilməz ki, dərsə gəlin, demirlər də, düzdür? O sizin istirahət hüququnuzdur. Və s. Deməli, bir şagird olaraq, hələlik bax, sizin bu cürə hüquqlarınız var. Bununla bərabər, sizin həm də vəzifələriniz var. Təkcə konstitusiya sizə hüquq vermir, həm də sizə vəzifə də verirsiniz, o vəzifələri də yerinə yetirməlisiniz. Məsələn, şagird olaraq sizin vəzifəniz nədir? Məktəb qaydalarında, qayda qanunlara riayət etməkdir. Tutaq ki, məktəbli formasından gəlməkdə isə gecikməmək, tutaq ki, dərslərdə özünü nizam intizamlı aparmaq, fəal aparmaq və s. Sonra götürdüyünüz dərslikləri təmiz saxlamaq, ilin sonunda onları geri qaytarmaq. Bax, bunlar da sizin vəzifələrinizdir. İstər bədii kitabları götürürsünüzsə onları oxumalısınız.
Gələndə məsələn suallara cavab verməlisiniz. Yəni boş-boşuna aparmayın. İtirməyin, cırmayın, məktəb partalarını, əşyaları, göz bəbəyiniz kimi qoruyun. Bunlar hamısı dövlətin əmlakıdır. Dövlətin siz istifadə edirsiniz. Sizin də vəzifəniz odur ki, dövlətin o əmlakını təmiz saxlayasınız, qoruyasınız, gələcək nəsilləri ötürəsiniz. Sonra sizin vəzifələriniz bir şagird olaraq milli mənəvi dəyərlərimizə hörmətlə yanaşmalısınız, onları qorumalısınız. Məsələn, Azərbaycan dilini, bu dil ki, hazırda biz o dildə danışırıq, o dil elə belə başa gəlməyibdir. O elə belə bu sizə gəlib çatmayıbdır. Bunun üçün bizim dahilərimiz, böyük şəxsiyyətlər mübarizə aparıblar, onu qoruyublar, onu saxlayıb, müasir səviyyədə gətirib sizə çatdırıblar. Bax, sizin də vəzifəniz odur ki, bu dili öyrənəsiniz, bu dilə hörmətlə yanaşasınız, gələcək nəsillərə ötürəsiniz, siz də o dili yaşadasınız. Bunun üçün nə eləməlisiniz? Siz də Bəxtiyar Vahabzadəni oxumalısınız, Cəlil Məmmədquluzadəni oxumalısınız, Əhməd Cavadı oxumalısınız. Yəni, milli mənəvi dəyərlərimizi oxumalısınız, öyrənməlisiniz, yaşatmalısınız, gələcək nəsillərə ötürməlisiniz. Bugün sizin aparıcı qüvvələriniz, tutaq ki, Dilarə müəllimədir, Gönçə müəllimədir, İlahə xanımdır, müəllimlərimizdir, tanıdığımız həkimlərdir, hüquqşünaslardır, cənab prezidentimizdir. Amma gələcəkdə onların hamısı yerini sizə verəcək uşaqlar. Bax, özünüzü həmişə oturun, prezident görün, özünüzü müəllim görün, həkim görün, kitabxanaçı görün. Və o məsuliyyəti özünüzdə dərk edin ki, gələcək sizindir. Aparıcı qüvvə siz olacaqsınız. Siz hüquqlarınızı bilməlisiniz, vəzifələrini bilməlisiniz, vəzifələrinizi bilməlisiniz, azadlıqlarınızı bilməlisiniz. Düzdür? Yəqin ki, dərk edirsiniz bunları. Demək, bax, hüquqları və azadlıqları bilmək nə üçün vacibdir uşaqlar sizcə? Bax, nəyə görə dedim ki, 158 maddənin hər gün birini oxumaq olar? Nəyə görə hüquq və azadlıqları bilmək insanlar üçün vacibdir, vətəndaşlar üçün vacibdir? Hüquq və azadlıqlarımızı bilmək vacibdir. Çünki həyatımızda mühüm rol olan bu amilləri bilmək böyük səhv olar. Onlar bizi, həmçində bizim ləyaqətimizi qoruyan amillərdir. Demək, hüquq bizim ləyaqətimizi qoruyur, bizim şərəfimizi qoruyur, düzdürmü? Öz hüququmuzu bilsək, cəmiyyətdə daha da sərbəst yaşaya bilərik, daha dürüst yaşaya bilərik. Öz hüququmuzu bilsək, başqasının hüququnu da bilmiş oluruq. Sən öz hüququnu öyrənirsənsə, partiya yoldaşının da hüququnu bilirsən. Yeri gələndə, məsələn, onun hüquqlarını tapdalamırsan, onun hüquqlarına hörmətlə yanaşırsan. Tutaq ki, dövlət orqanlarının hüquqlarını bilmiş olursan, onların səlahiyyətlərini bilmiş olursan, bir yerdə Allah eləməmiş haqsızlığa düçar olanda öz hüququnu biləndə özünü müdafiə edirsən. Ona görə deyirik ki, hüquqlarımız bizi qoruyur, bizim şərəfimizi, ləyaqətimizi qoruyur. Eyni zamanda yoldaşlarımızın şərəfini, ləyaqətini qoruyur, cəmiyyətimizi qoruyur. Ona görə də biz də hüquqlarımızı bilməliyik, azadlıqlarımızı bilməliyik. Sonra uşaqlar, sonra burada biri var idi ki, uşaqlar vətəndaş məsuliyyətindən danışdıq, yəni məsuliyyətlərimiz nə oldu? Bu dəfə danışaq dövlətə sədaqət. Dövlətə sədaqət deyəndə nə başa düşürük uşaqlar? Dövlətə sədaqət deyəndə onun dilini qorumalıyıq, o dili yaşatmalıyıq, onun ərazisini qoruyub saxlamalıyıq, özümüzdən sonraki nəsillərə ötürməliyik, dilimizin tarixini, coğrafiyasını bilməliyik, o haqda məlumatlar toplamalıyıq, öyrənməliyik. Ay sağ olun. Dövlətə sədaqət deyəndə, yəni mənsub olduğumuz dövləti, müstəqil Azərbaycan Respublikasını canımızdan artıq sevməliyik. Necə ki, bizim şəhidlərimiz dövlətin suverenliyini qorumaq məqsədi ilə öz canlarından artıq sevdilər vətənlərini, öz canlarını qurban verdilər. Necə ki, qazilərimiz, necə ki, sizin əmiləriniz, dayılarınız, atalarınız, gənclərimiz könüllü getdilər vətənlərini qorumağa, vətən uğrunda can verməyi özlərinə ən böyük şərəf hesab elədilər. Dövlətə sədaqət budur. Dövlətimizi uca tutdular, onun torpaqlarında can verdilər, onun torpaqları uğrunda mübarizə apardılar. Və dövlətə sədaqət bax budur. Dövlətimizin torpaqlarını sevmək, dövlətimizin rəmizlərini sevməliyik uşaqlar. Hər səhər siz əlinizi ürəyinizin üstünə qoyursunuz, dövlətimizin himnini dinləyirsiniz, oxuyursunuz. Hamısı vacib sözünüz, söhbətiniz olsa belə həmin an onu dayandırıb himnə qulaq asırsınız, düzdür? Necə ki,
bayraqlarımızı həmişə uca tuturuq, yüksəklərdə dalğalandırırıq. Bu da dövlətimizin mühüm atributudur. Ona hörmət edirik. Bu da dövlətə sədaqətdir. Necə ki, gerbimizi bilirik, gerbimizin mənasını bilirik. Bax, bunlar hamısı nədir? Dövlətimizə sədaqətdir. Və bizdən bu tələb olunur. Ümidvaram ki, siz də uşaqlar həmişə dövlətinizə sədaqətli uşaqlar, gənclər olacaqsınız. Bir gün uşaqsız, gəncsiniz. Amma dediyimiz kimi gələcəyin sahiblərisiniz siz. Düzdür? Suverenlik və onu qorumaqda gənclərin rolu. Uşaq, suverenlik deyəndə bəlkə izah elədik, nə başa düşdük suverenlik? Gənclər suverenliyi qorumaq üçün vətənpərvər olmalı, dövlətin qanunlarına hörmət etməli və təhsil alaraq onlara vətənə töhfə verməlidirlər. Orduda xidmət etməli və informasiya müharibələrində müəyyən rolda oynamalı və vətənə töhfə verməlidirlər. Hazırsınız siz bu işə uşaqlar? Hazırıq və hazır olmalıyıq. Bu hər birimizin mənəvi borcu. Deməli, suverenlik nə oldu uşaqlar? Suverenlik dövlətin müstəqil qərar vermə, öz sərhədlərini qoruma haqqıdır. Yəni, suveren respublika olmaq o deməkdir ki, heç bir xarici ölkədən asılı olmur. Düzdür? 2020-ci ildə və 2023-cü ildə də antiterror əməliyyat nəticəsində tam qalıqları, tör-töküntüləri torpaqlarımızdan təmizlədik və torpaqlarımızda suverenlik oldu, suverenliyinə nail oldu. Və təsadüfi deyil ki, uşaqlar, suverenlik günü nə vaxt uşaqlar bilirsiniz, təzə bir tarixi gün yazıldı Azərbaycan xalqının tarixinə. Suverenlik günü nə vaxt oldu? Bilmirik, suverenlik 20-si. Demək, sentyabrın 20-si dövlət suverenliyi günü kimi tariximizə daxil oldu. Yəni, o dedi ya, 2023-cü ildə sentyabrın 19-dan 20-sinə keçən gecə antiterror əməliyyatı keçirildi və 23 saat 44 dəqiqə oldu deyəsən ərzində torpaqlarımız tam suverenliyinə qovuşdu. Buna görə də Cənab Prezident İlham Əliyevin sərəncamı ilə 20 sentyabr demək təqvimimizə, tariximizə dövlət suverenlik günü kimi daxil oldu. Bu suverenlik də dediyimiz kimi uşaqlar öz başına başa gəlmədi, bizim üçün baha başa gəldi. Minlərlə ailələr göz yaşlı qaldılar, minlərlə analar övladsız, oğulsuz qaldılar, uşaqlar atasız qaldılar. Yəni, qan bahasına, can bahasına başa gəldi, bildiyiniz kimi torpaq o vaxt vətən olur ki, onun uğrunda can versinlər. O vaxt vətən olur ki, onun uğrunda qan tökülsün. Düzdür, həmin 28 ildə torpaqlarımız işğal altında oldu. Bizim prezidentimiz nə qədər mübarizə apardı ki, sülh yolundan, qan tökülmədən torpaqlarımızda suverenliyimizi bərpa etsin. Lakin gördüyünüz kimi bu mümkün olmadı. Demək, buradan belə bir nəticə çıxır ki, suverenlik, torpaqlarımızın azadlığı yalnız qan tökməklə azad etmək mümkündür. Yəni, bu suverenlik bizə baha başa gəlir. Ona görə də bu suverenliyi qorumaq hər birimizin borcudur, hər bir vətəndaşın borcudur. Necə qoruya bilərsiniz suverenliyimizi? Dedik necə? Necə qoruya bilərik dedik? Kimdədir suverenlik? Suverenliyi qorumaq üçün vətənpərvər olmalı və dövlətlərin qanunlarına hörmət etməlidirlər və təhsil alaraq nümunəvi bir şəxs kimi vətənə töhfə verməlidirlər. Demək, suveren dövlətimizin suverenliyini qorumaq biz gənclərdən, siz gənclərdən çox-çox asılıdır. Nəyə görə asılıdır uşaqlar? Hər şeydən əvvəl həmin o şəhidlərimiz kimi, o qəhrəmanlarımız kimi, o döyüşə belə fikirləşmədən atıldılar, hamısı getdilər hərbi hissələrdə. Həkimlərimiz var idi, müəllimlərimiz var idi, idmançılarımız var idi. Necə cüssəli, necə mərd, cəsur oğlanlarımız var idi. Heç nə düşünmədən, arxadakı övladlarını düşünmədən, ailələrini düşünmədən, o tək qoyduğu, başsız qoyduğu ailələrini düşünmədən, göz yaşlılı qoyduğu analarını düşünmədən, getdilər hərbi hissələrə yazıldılar, sevinə-sevinə, qışqıra-qışqıra, getdilər vətənlərini, torpaqlarını azad eləməyə və bu vətənpərvərlik sayəsində də torpaqlarımızı o 28 illik işğaldan 44 gün ərzində azad eləyə bildilər. Həm də Azərbaycan Respublikasının prezidenti
Cənab İlham Əliyevin demək ətrafında onlar toplaşdılar bir yumruq halında, yumruq şəklində. Əgər onların başçısı, əgər onların böyüyü İlham Əliyev kimi savadlı, İlham Əliyev kimi məntiqli, əqidəli onların prezidenti olmasaydı, Ali Baş Komandanı olmasaydı, onlar o ruh yüksəkliyində ola bilərdilərmi? O cürə demək vuruşa bilərdilərmi? Torpaqlarımızı qısa müddətdə azad edə bilərdilərmi? Yox. Əlbəttə başçımızdan da asılı idi. Cənab Ali Baş Komandan İlham Əliyev döyüşçülərimiz silahla cəbhədə döyüşərkən ideoloji müharibədə görürdünüzmü necə döyüşürdü? Bütün dünya mediasının suallarına nə qədər cəsarətlə, nə qədər savadla cavab verirdi. Əgər o savadlı olmasa, o Azərbaycanın tarixini bilməsiydi, coğrafiyasını bilməsiydi, onun dil bacarıqları olmasıydı, onun gözəl danışıq qabiliyyəti olmasıydı, o ideologiya müharibəsində qalib gələ bilməzdi. Ən birinci o ideologiya müharibəsində qalib gəldi və döyüşçülərimiz də cəbhədə qalib gəldilər. Eyni zamanda yenə deyirəm, sizin heç nədən qorxmayın. Hansısa biriniz sabah prezident ola bilərlər. Prezident aparatının işçisi ola bilərlər. Ona görə siz də nə etməlisiniz? Lap adi döyüşçü olmaq üçün uşaqlar vətənimizin tarixini bilməliyik. Vətənimizin coğrafiyasını bilməliyik. Sonra vətənimizin relyefini bilməliyik, təbii sərvətlərini bilməliyik, hüquqlarını bilməliyik. Bilməliyik ki, bu torpaqlar bizimdir. Bu torpaqları, yəni sərhədlərimiz buradır. İndi bildiyiniz kimi texnika əsridir. Nələrlə müharibə apardılar? Dronlarla, pilotsuz aparatlarla. Əgər o gənclər riyaziyyəti bilməsiydilər, o gənclər həndəsəni bilməsiydilər, o gənclər tarixi bilməsiydilər, o dronlardan, o pilotsuz aparatlardan istifadə edə bilirlərdilərmi? Əlbəttə ki, bilməzlər. Ona görə siz də mütləq vətənimizin tarixini də öyrənməlisiniz, riyaziyyətini öyrənməlisiniz. Orta məktəbdə sizə tədris olunan heç bir fən gərəksiz deyil uşaqlar. Bütün fənləri bilməlisiniz. Məsəl üçün, Şəmsdən Əlzamanlı da müğənnidir, hərbi müğənnidir. Onun bircə dənə mahnısından əskərlər nə qədər ruhlanırlar, əskərlər nə qədər həvəslənirlər. Məsələn, bizim qəhrəmanımız şəhid Xudayar Yusifzadənin musiqi savadı var idi. Bir dənə mahnı oxuyurdu. Nə qədər əskərlərdə ruh yüksəkliyi yaranırdı, nə qədər onlar stres atırdılar, döyüşə məsələn ruhlanırdılar və s. Yəni sizin lazımsız bildiyiniz o musiqi dərsi də, sizin lazımsız bildiyiniz o texnologiya dərsi də hardasa, yəni orta məktəbdə tədris olunan bütün dərslər sizin üçün vacibdir, lazımlıdır, hamısını bilməlisiniz. O cümlədən sizə keçirilən bütün tədbirlər, maarifləndirici tədbirlər heç biri gərəksiz deyil. Elə vətənpərvərlik ruhunu hansınızınsa bəlkə bir 5%-ni evdə valideynləriniz yaratmışdı, həmin o şəhid olanların, o vətən yolunda can verənlərin, bəlkə ailələrində 5% onlar yaratmışdı, amma 95%-i vətənpərvərliyi məktəbdə müəllimlər yaratmışdı sizə. Bax, bu tədbirlərdən bu cürə vətənpərvər olmuşdur şagirdlərimiz, gənclərimiz. Və çalışın siz də, onu demək istəyirəm ki, o qan bahasına əldə olan o suverenliyimizi, o müstəqilliyimizi qoruyaq. Mən sizə müharibə arzulamıram uşaqlar, müharibə olmasın. Həmişə sülh şəraitində yaşayın, səmanız təmiz olsun. Amma yenə də ehtiyat igidin yaraşığıdır. Sizə orada lazım olmaz, müharibədə lazım olmaz, amma riyazi bilikləriniz başqa yerdə lazım olar. İdman bilikləriniz başqa yer, tarixi savadınız, coğrafiyanı bilməniz başqa sahələrdə lazım olar. Düzdür uşaqlar, ona görə bütün fənlərimizi yaxşı oxumalıyıq. Siz yaxşı oxuyanda nə eləmiş olursunuz? Dövlətinizə sədaqətli olmuş olursunuz. Suverenliyi qorumaqda sizin də bir rolunuz olmuş olur. Düzdür? Deməli uşaqlar, Azərbaycanın şərəfi, ədaləti və azadlığın rəmzidir. Konstitusiya dövlətimizin dayağı, suverenlik isə müstəqilliyimizin rəmzidir. Və tədbirimizdən bu nəticələri çıxartmalı olur. Uşaqlar, sonda gəlin Emin Sabitoğlu'nun bəstəsində Şəmsdən Əlzamanlının Can Azərbaycan
Can Azerbaycan. Can, Can Azerbaycan. Can Azerbaycan.